أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله من أول الدنيا إلى فنائها ومن الآخرة إلى بقائها والصلاة والسلام على نير الأعظم العبد المؤيد والرسول المسدد المصطفى الأمجد المحمود الأحمد أبا الزهراء أبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الله تعالى يا أيها الذين آمنوا توبوا إلى الله توبة نصوحا. Dünənki gecədə ərz elədim, Allah bizi özü ilə barışmağa dəvət eləyir ki, mərdüm, ba hər bəhanəyi müxtəlif Allah behtərin bəhanələri qərar verib sənlə məni bağışlamağa, şəbhay qədri, şəbhay mühərrəm və o səfalı gecələr ki, Allah bu tul salda bizə müərrifi eləyib, vay mərdüm, bu gecələrin ərzişi çox baladır, bunlar hamısı bəhanədir, Allah sənlə məni bağışlaya. Buyurur, hər hayandasan, düşübsən utuban-ı məsiyyətə gedisən, görübsən bu utubanlarda xuruci vırırlar. Xuruci 1 kilometr qabaqlıqda da ailəyə bilərsən, əgər yolu iştiba gedibsən, oradan dör vırıb düşəsən öz yolu var. Tövbə qapısı eyni bu xurucilərdir utubanlarda. Ki buyurur, əgər yolu iştibah getdin, və can ki sırat-ı müstəqimdə gedəsən, görüb tutub çöpsən utubanı şeytanı iblisə, dör vır düş öz yolu var. Ona binaən Allah bizi dəvət eləyir özü ilə barışmağa. Və dünən ərz elədim, neçə əməl ki günahları tökər və yuvar aparar, biri etiraf be günah. Dovvumi tövbə, bunları səri fehrist var ərz edirəm ki, ta inşallah axirdə çatam o əsli mərhəliyə ki dünəndən qalıbdır. Tövbə, sevvam ehtimam be namazهای vacib, çaharom namaz şəb qılmaq, پنجم şəb zindedari və şişom Qur'an oxumaq ki, yetişdik bura mərdüm. Allah beheşt və cəhənnəmin yolun Qur'anda müşəxxəs eləyib bizə və buyurur mərdüm, Qur'anı oxuyun və bu Qur'ana əməl eləyin. Əməl be Qur'an oxumağından da əhəmiyyəti balatərdir. Az əmal digəri ki, bais olar bizim günahlarımızı tökə, zikri deməkdir. Deyir, becan ki oturasan, işiğin üstündəsən, parçıdasan, heyətdəsən, mozəl heyətlərin biri budur ha. Qeybət-i bə'dəz heyət. Yəni yığdığımız savabları ikəlli təqdim eləyirik havya, əli boş qollarımızı toğluya gedir gömmüzə. Məsələn qəd, filanı, ondan məddah çıxar, filanı oxuyandı, danışandı. Baba, bu qeybəti qoyaq kənara. Allah Qur'anda buyurub, la yəqtəb bə'dukum. Baba da az bir-birimizin qeybətimiz. Əgər bu Qur'ana vaqən mutəqid olsaq, bu Qur'an istəmir müminin abırısı tökülə. Bu Qur'an istəmir müminin abırısı lətmə görə. Ona binaən buyurur, muvazib olaq əmallarımızı, zikri deyək Allaha. Amma bəzi zikrlər baxımıram, mərdumi əsəbanilər. Birdən görsən, hamı oturub sakit, bir nəfər birdən ucadan, Əstəğfirullah Rabbim. Adam onun o iki əhdə əstəğfirullahına baxır. Gördüyü iştibahlarına baxır, tutmuraq, o iki əhdə əstəğfirullah, bu iki qələt. Adam deyir, nə deyirsən axı özü var buradan, mərdumi məskər eləyibsən. Deyir, bir zikridir, dodaqların tərpəşməsi mərdumi də qeybətə salma. Deyir, acaba olar bəyək adam dodaqların tərpəşməyə bir zikridir. Buyurur, bəli, kələməyi la ilahə illallah da dodaq tərpəşmir. Bir dənə imtihan buyur, la ilahə illallah. Xub, Peyğəmbər Xudada burada hər kəs bir seri buyura, la ilahə illallah, Allah onun adına ya bir bağ, ya bir ağaç beheşdə dəstur verir, gövərir sənin adı var. Bir nəfər durdu, ya Rasulallah, denə baba, tamam cəngəllər beheşdə mənimdir da, o qədər demişəm, la ilahə illallah. Peyğəmbər Xuda buyurdu, bəli, ot yollu külə döndərməsən sənindir. Bizim axı əməllərimiz birdən ot tuturla yanırla da. Görsən, yığırsan əmalları bir yerə, birdən görsən, bir dənə qeybət elədin, hamısı yandı, kirbit vurdun, kül oldu, qoydu, çıxdı, getdi şeyində alısacaq. Buyurur, zikri demək günahları tökər. Az əmal digər ki günahları tökər, dua eləməkdir. Allahı çağırasan.
Allah da özü buyurur, "Ud'uni estecib lekum." Dadaş, giriftar oldun, zindeganlığında düyün düştü, müşkil icad oldu. Gitme ayrı kapıya, Allah'ın yapış eteğinden. "Ud'uni estecib lekum." Allah buyurur, beni çağırın, koyun cevap verin. Deyir, çağırırıq belə cevap vermir vallahi bize. Elə mən gecə günüz dua diyam. Amma mənim səsim Allah eşidir, vəli mənim səsimə cevap vermir. Deyir, neçə illəti var. Yek, bəzən o şey ki mən Allah'tan istəyirəm, o mənim zərərlimədir. Hey, mən pafkarlıq elirəm, bunu Allah'tan alam. Vəli Allah məni sövür, onu vermir mənə. Sən öndə bir dənə uşağın ola 2 sinlində. Bir dənə də yaxçı zəncan bıçağı itildibsən qoyun başı kəsməyə, qoyubsan yuxarı başa. Hey, bu uşaq gir verib, baba bu bıçağı ver mənə. Sən bəran ki uşağı çox istəysən, o özün öldürədə bıçağı verməsən ona. O deyir, dədə vay, babam məni çox istəmirəm, nə qət deyirəm bu bıçağı vermənə, vermir. Day bilmir ki, bu dədəm bunu söydüyündən vermir ki, bu bıçaq bunu versə tikə parça doğrayacaq. Onun bunu istədiyindən vermir. Bəzən görərdin Allah birine oğul vermir, kız verir. Bak, qədimləgəm qızı uşaq bilməzdilər. Adam bir yaxçı qız tərbiyyət eləyə. Məktəb Həzrəti Seyyid-i Şühədada, Məktəb Zeynəb-i Kubrada 50.000 dənə naəhl uşağa dəyər ki, oğlan olala. Baba, qədimləgəm qızı uşaq bilməzdilər. Hər kəs gələydi şoldan, keçəldən, kardan, verin geçsin deyir, nunxor kəm olsun. Qədimilə başlarından ilərdilər qızı. Oğlan, bilirsən niyə? Birin naxıra yolluyurdu. Deyir, çörək gətirəcək da. Birin qoyuna yolluyurdu. Birin quzu otarmağa yolluyurdu. Akşam gələndə dərəsi bir qoltuq çörək gətirdi. Qız da çörək yeyirdi ödə. Deyir, amandı, bu qızın nəslin kəs. Rəhmətli Mün'im Ərdəbili deyir, bir nəfərin oğlu olmazdı. Çox dua elədi. Allah özün vurdu bura, ora Allah mənə bir oğun. Allah verəndə də baxmaz, alanda da baxmaz. Allah'ın kərəmi coşdu, 5 dənə buna dalbadal oğul verdi. Dedi, bu hali şu beber. Sen bir dənə istəyirdin, mən 5 dənə verdim. Ha, bu uşaqlar geçəldi, öylənən xoş gəldin, öylənən pərvazlandı, indi çikimində, dədənənə beni bak, qayətdilə halət-i mücərrədi. Elə qaldılı ki, ərarvat. Yavaş yavaş kət damıdı, ağacla düzəldiblər, nəm-nəm yağış yağır, damır ö. Yavaş yavaş söküldü öyün bir tərəfi, gəldi aşağı. Kişi xanımına dedi, xanım du yeri oğlanlara denə, gəlin buranı düzəldin, biz qalmışıq yağışın altında. Hangisinin qapısına getdi, dedi, mənim işim var, ged o birisinin qapısına. O dedi, mənim işim var, ged o birisinin qapısına. Heç biri gəlmə, bu 5 oğuldan biri də gəlmədi ki, kişi də çarədən düşdü, dedi filanı, xanımına dedi, bağda 5-6 dənə ağac əhmişəm, qoy gedim, kəsim ola, gətirim, ola, düzəldim. Getdi, kəsdi, getdi, atdı yerinə, gördü, bəli, 5 dənə ağacın yeri xalı qaldı. Dedi, arvad, qərib iştibah eləmişik. 5 oğul əkincən, kaş 5 ağac əkeydi, indi burada dərdimizə dəymişdilər bunlar. Allah bir şey vermir, salahundur deyir, zorla Allah'tan isteme. Bəzən də bizim günahlarımız qoymur dualarımız dərəcə icabətə çata. Əmir-i Möminən Ali ibn Əbi Talib, Əsədullahil qalib, in Ali fəxr do aləm dor bimanənd است. Xalq در رشته عشقش چو غلامی بند است. این علی در سر اسلام درخشان تاج است. صاحب سفره احسان شب معراج است. این علی طرفه گل سرسبد ما خلق است. مفخر عالم هستی شرف نه طبق است. گر نبود است علی ارض و سما بود نبود. خلقتی ما خلقی غیر خدا بود نبود. هدف از خلقت این ما و من از بحر علی است. سر ایجاد زمین و زمن از بحر علی است. Bu Ali ibn Əbi Talibdir. Ali ibn Əbi Talib gəlir bizə fəryad edir, Yuhannas, Allahla yaxçı muamiləz olsun. Əmir-i Möminan bir nəfər gəldi ki, ya Resulallah, ağa niyə biz dua edirik və dualarımız müstəcab olmur? Əmir-i-Möminin der duayı kumel vurub, Allahümme gfir liyyəz-zunubəlləti təhbisud dua. Allah bəzi günahlar var, qoymaz day mənim duam ged üstə. Sipər olar dualarım müqabilində, dualarım Allah eşitməz. Pərverdigar o günahları mənə bağışla. Xob, şair ərcümən, vaqən iftixar Azərbaycan, iftixar məktəbi Həzrət Əbi Abdillah Hüseyn Ustad Pərvini də təşvik etdilər, inşallah səlamətçiliklərini, əmvatilərini, ruhiləri yad ola. Daybiyol şairimiz də təşvik etdilər, ta indi havaslar cəm olsun, ailə buradadır.
İnşallah məhzərindən gözəl vəçidə müstəfiz olacaq. Xeyri məqdəm ərz edirəm Ustad Pərvini. Bu kanun vilayətə çox xoş gəlmisən. Mən az tərəfi məsulin və xadimin bu kanun səndən çox təşəkkür edirəm. Xeyri məqdəm ərzəm. Allah inşallah vücudu bir bəla eləsin inşallah. Əmir-i müminən bir bəzi günahlar baiz olar bizim dualarımız dərəcə icabətə çatmaz. Sual elədilər Peyğəmbərdən. Ya Resulallah ma lana ned'u lillah ve la yestecibu duaena. Necür olup be bizim günahlarımız, dualarımız qəbul olmur. Neynəmişik biz Allah dərgahına? Peyğəmbər buyurdu, Allah'ın elə sözü düzdür. Allah buyurur mənim qapıma, amma sən gəlmisən caxı. Keyfün saz vaxtı şeytanın qapısında oynayırsan. Elə qıçın sınanda gəlsən Allah dərgahına. Keyfün saz vaxtı biz sən Allah qapısında görmədik ki. İmam Sadık buyurur giriftar olmamış Allah'la dost olun. O zaman ki ne mərzum var, maşın ayağın altında, pulun cibində, keyfün saz vaxtı birdən görsən bir malla durub xiyabanın qırır, sərişşəni verir aşağı, haca təqəbbələllah qazın tutur. Çünki nə mərzi var, nə Allah'a niyazı var, nə giriftarçılığı var. Ammelə ki döhtür deyir balam, bu uşağın vəziyyəti qarabdır. Görsən boynu çiynində qalıb məscidin qapısında. Dəbə burada neynisən? Deyir haca başı var dönüm iltiması dua deyib təqəbbələllah sən dərdin. Hara qazlayırdın? İndi böyle giriftar olubsan qaçıb gəlib Allah'ın. Keyfü saz vaxt Allah'la dost ol. Bərain ki giriftar olanda sən Allah'a fəryad eləyəndə qoy desin nə bizim dostumuzun səsidir. Ha giriftar olubdur. Peygamber Xuda buyurdu enne qulubukum matat bəşrətə əşya. Mərdüm bilirsiniz günahlarımız, niyə dualarımız müstəcab olmur? 10 dənə günahla qəlblər ölübdür. Ölü qəlbidən sən nə mənə hərəkət istəyirsən? Ennekum araftumullah felem yuaddu ta'atuhu. Buyurdu Allah'ı tanıdıq amma Allah'ın ibadətində, itaətində kutahlıq elədik. Namaz qılmağa gələndə qarnımız ağrıdı. Oruçluğa gələndə zəxmi mədəmiz oldu elədi. Həmmimiz qəlbimizdə davay mənim də cadir zəxmi mədəm var başuva dolanam. Tutanmayacağım. Deyir ben ya laməssəv oruçluqda bu zəxmi mədələr oldu elə. Bu ayrı və bu zəxmi mədə yoxdur, fəslidir. Baba Allah'ın da başından dolu Allah'a bet koyan marğa. Allah adamı pis günə qoyar. Buyurur Allah'ı tanıdıq. Vəli Allah'ın itaətində kutahlıq elədik. Baba Allah'ım Teala buyurur abdi etani hatta ec'aluke misli. Mənim bəndəm sən mənim sözümə bax. Sən məndən ol. Qoy səni özüm kimin qərar verim. Qoy olasan Həsən Əli İsfahani, olasan Ayətullah Seyd Əli Qazi Təbatəbai, olasan Əllamə Təbatəbai, olasan Ayətullah Bəhcət, olasan Şeyx Cəbər Müctəhidi, olasan əmsal olar ki gəldilər çəşmi bərzəxiyə əl tapdılar. Hardan tapdılar? Onların əqli bizdən çoxudur, ya nəcür oldu? Ağa əqli məndən çox olsa, mən qiyamət günü Allah mənə deyəməz, ya niyə bu işi görmədin? Ərz elərəm Xudaya, mənə də Bəhcətin əqlindən vereydin, mən də gedeydim o əməllərin dalıyla. Əqlilərimiz elə bahəmdir, qalib istifadəsinə. Adam var, laylonun üstündən götümür, fabrikliyib pozular. Adam da var, əqlindən istifadə eləyir, məğzindən istifadə eləyir. Allah insanın vücudunda 4 tane zərfi koyup, zərfi aql, zərfi qalb, zərfi şikam, zərfi şəhvət. Deyir dadaş bu aqlı dürüst şeylerle doldur. Ha, gələrsən şübhə və nemidirəm çertopertinlə doldurarsan, Allah verən aqla vararsan, şişə vurarsan, moxun dağılar, səhər qalarsan xiyavan qıranda sahib çıxan olmaz dədə. Havası cəm elə də. Bunlar insan malı deyil ki. Axı bir nəvər çox xəlaf elərdi. Nənəsi dedi baladay az xəlaf el axı, nə zindan. Dedi nənə şerin yeri qəfəsdir. Dedim mən ölüm oğul, pişi yol o tömmüzdür, istəmədik biz bu şeri. Şerin yeri qəfəsdir nə mənə baba, moxu aparıb ataşqalına doldurma. Allah bu qəlbi verib sənə deyib qəlbi Allah məhəbbəti doldur. Day gedib çiynə və kudurət doldurma. Bixodu bu çiynələr ki, ha bizim kətlərdən qalıb ürəklərimizdə bəzən. Bizdən görsən, 100 ölkətli köçüb gəliblə məzə hisarəkə. Deysən filanı, nəcür adamdır filanı ilə. Biz onlarla tərəfik, danışmarıq. Nə üstə tərəf düşübsüz? Dur az bu məkanı, ya itimizi boğdurublar, ya quşumuzu tutublar.
Tərəf, məsələn, adam deyək, din üstə zatda tərəf düşüblər, fikirləməyək, ya məsələn. Kətdə bizim küşəmizə daş atıblar. Baba, bu qəlbimi məhəbbətlə doldur. Qarnı da deyir, düz çörəklə doldur. Bunu elə haramınla dişba eləsin. Qiyamət günü bunun hesab kitabı var, bəli, səy ilə qarnıva halal çörək yapar övə. Halal xor ol. Həzrət-i Ayətullah Müqəddəs Ərdəbilin nənəsindən xəbər aldılar. Nənə, evin abad. Nə iş görüb sən oğlun olub Müqəddəs Ərdəbili, naib imam-ı zaman. Dedi, əvvəl bu deyim, ömmüzə haram çörək gətirməmişik. Haram çörək ömmüzə qoymamışıq. Həm özüm, həm ərim çox ehtiyatla bu çörəklər gətirmişik. Doğum uşağıma süt verəndə dəstəmazla süt verərdim. Biz deyirik və səhər xanımdır, hicabı riayət eləməyib, onun da baş gözü eşikdə, qışlar çəhməni çəkib, bura Allah adam deyib, qar xiddəyə çıxıb. Nə mənədir? Məsələn, bu quru yerdə bu çəhmənin mənisi nə mənədir? Bu başın eşiyə qoymağın mənisi nə mənədir? Nə deyir? Da səhər sənin damənündən heç vaxt Müqəddəs Ərdəbili vücuda gəlməz. Dedi, mən naməhrəmlə bərxurd eləyəndə çox ehtiyat elərdim. Çox özümü kontrol elərdim. Görürsən, nənədir, yapışıb bir dən uşağın əlindən. Heç uşağı cəm eləyəmir, Allah şadı 4 nəfər istəyib xanımı cəmücür eləyə. Baş bir yana dağılıb, qol qış bir yana dağılıb. Özü də oturanda bilib, Allah mənim də oğlum bu Müqəddəs Ərdəbili olsaydı, deyir, nənə day, sən güzəşt elə day, səndən Müqəddəs Ərdəbili vücuda gəlmə. Sən atça özü cəmücür elə. Xanım var, rivayətdə var, qiyamət günü görəcək, bunun namə əməlinə 2000 dənə xəlafişər əməli yazıblar. Fəryad eləyəcək, Xudaya mən bu karə dərdim ki, bunlar iştiba yazıblar mən pərvəndəmə. Nida gələcəksən, düz deysən. Vəli Həzrət Ali ki, ba həf qələm arayış təşrif gətirdin xiyavanda, viraj verirdin, neçə min dənə cavanı sən yoldan çıxadıbsan, bais olubsan onların bədbəxtliyinə, onların bədbəxtliyində Cənab-ı Ali də şirkətin vardı. Buyurur, bu şəhvətü də qəşə Allah deyən yoluna işba elə. Allah qoyan yolla düzdür bizlər, axı bədbəxtçilikdir, fərəhəngi ki, qələt olur abi yerdə. Mərdum ona həssasiyyət nişan verilir. Yəni mən ərz elərəm, əgər bu babda xanımların, peyğəmbərin yaxasını əlləri düşəydi, icdivacı mücəddəddə tikə parçelərdilər. Deyərlər, bu nə qanunudur qoyubsuz? Dərhal ki, məmləkət istəyək yerin ala, İslam yerin ala, gərək izdivacهای müvəqqət yerin ala, ta bu biybəndübarı cəm ola camiədən. Biybəndü, indi bizim də bədbəxtçiliyimizdə bir nəfər şərən qanunən gedə bir dənə xanım ala. Hamı hoylar ona, qudurru, ki tümən izafələndirdi. Gördün, qudurdu. Amma 2000 dənə qələt eləyə gizlində, day baxmayamının əri var, əri yoxdur, ona deyələ, aman zirək oğlandı, cənavardı da. Elə Peyğəmbər Xuda verdi, axır zamanda deyəqəl adama deyərlər zirək. Peyğəmbər 1400 il bundan qabaq buyurub, ən-necatu fis-sidq. Nəcat düz danışmaqdadır. İndi deyirlər, yox baba, ən-necatu fi dəli dozdi, fi kolabərdari. Bu cür şeylərdədir, nəcat indi bunlardadır. İndi düz işləsən, qalarsan dala. İndi gərək zirəng olasan, camiənin qulağın kəzib aparasan. Ona binaən deyir də, səndən Müqəddəs Ərdəbili olmaz. Ənəkum ərəftumullah fələm yuəddu taətə. Buyurur, Allahı tanıdıq, ibadətində qutahlıq elədik. O ağa gəldi, alimin kəsdi məsciddə qabağı. Məsələn dedi, Cay Muhammədi, sənə qurban, mənim elə gölüm istər öd adamın xanımı namaz qıla. Bizim arvat be namazdır. Mən ev yolur, get qoy onu namaz xun eləyim. Dedi, xanımlara çörək vermə, övə gəlmə, fəqət bunlara apar dolandır. Keyf elələ, day dolandır. Apar bir Məşhədi Şumalı dolandır və inşallah islah oldu. Apardı bir həftədən sonra, hacam, qılmıraq. Dedi, ona bir ənguşlərdən, biləzlikdən, indi bunlar oğlanlar asırlar. Onda xanım nanıdır zahirən. Dedi, ona bir biləzlikdən, güşvaradan. Onlardan al qoy, gəlsin Allaha rağıb olsun. Aldı bir həftədən sonra mallamını gör, dedi, inşallah qılır aç xanımla. Dedi, aca qılmır.
Dedi evin yıxısın, onu əzbəs mantoğla dolandırıbsan, çadırası yoxdur ki, ona çadıradan zatdan al, behtərin hicab çadırdır. Düzdür, manto da hicabdır ha. Vəli qardaş, bəzən bizim libasımız mərdümdən danışır. İndaqa bir nəfər bura gələ, heç məndəni tanımıyor. Hacı Muhammedini də tanımıyor. Burada deyəsən, ha, malla kimdim? Kim dedi mənə, mən ruhaniyəm? Libasım da, libasım ondan danışdı. Bəzi adam eşiyə çıxanda libası mərdümlə danışır. Əyyühənnas, mən xidmətüzdə var, amma libası şöhrət buna deyərlər. Libası şöhrəti ki, hicablardan və məraceyni təqlid risalədə buyurlar dadaş, buna libası şöhrət haramdır. Yəni bir libas giyəsən, cindən baxan cəlbi təvəccüh ola sənə. Başdan ayağa qıpqırmızı geyib, elə Ömər balası gəlir. Görən deyir, dədavay. Amma bu xanım çadır üstə şayad heç ona 50 nəfər cəlbi təvəccüh olmuş, 2 nəfər də baxmıyor. Qahəm bizim öz əməllərimizin tüstüsü də olur öz gözlərimizə. İnnəllâhə la yuğayyir ma bi qavmin. Allah heç kimin övün yıxmaz. Allah mənə bizimlə ziddiyyəti var. Allah'ın məgər bizimlə pedər koşdəliyi var, gətirə məni bədbəxt eləyə. Buyurur, innəllâhə la yuğayyir ma bi qavmin. Allah heç kimin sərnəveşdini əvəz eləməz. Hətta yuğayyiru ma bi enfusi. Biz özümüzün başımıza kül eləyirik. Gətirik bir işlər görüb bədbəxt eləyirik özümüzü. Ağacan deyir, hər əməli dünyada əksül əməli var. Ağa məsələn deyir, əməli, keşidəni teryak əməl əst. Bir dənə əməldir da. Bunun əksül əməli nədir? Burnun lılığı sinə vaxacaq, buna da deyər əksül əməlidir bunun. Səhər qalacaqsan çubuğun qırağında. Əksül əməli oldu. Soğan soymaq bir dənə əməldir. Əksüləməli nədir? Gözlərin yaşı töküləcək. Görürsən ruznamədə də hər nama abu tabına vururlar. 5 dənə oğlan bir xanıma uğurladılar. Cənazəsin filan yerdən. Baxan deyir, cavan evin yıxısın, ax sən niyə oturmusan yerində? Day bilmirik ki, bu cinayət əksül əməli bədhicabi və velgərdi on xanımdır. Əgər o fərəsatda dolansaydı, əgər o İslam deyən kimin dolansaydı, and o ləzzət abbası evine ver, ona çəpbax eydi. Biz gətirik, ətatırıq həyatın vəsətinə, özdə pişiyə deyirik, deyə döy yandırır, amma hamını yesin. Gəlir, yiyir, deyik o qaşçıpa bir şeyin dalı sıcağı. Sən bunu qoymuşdun burada, mən götürəm aparam da. Əgər sən vaqən bundan mühafizət edirdin, gərək bunu əmniyyətli yerdə saxlayaydın. Hicab da insana, xanıma bir dənə zinətdir, ərzeşdir. Baxın bura, hər nə mənə qiyməti yuxarı olsa, onu gizlədərlər. Balatərin cəvahir getsin, cəvahir furuşdan alasan, görürsən onu məxsus cəbiyə qoyub. Cəbəni qoyub qav sənduğa. Qav sənduğu kilitləyib, istəyəndə 1000 dənə kilit atır, çıxadır sənə. Heç görübsən kömürü də qoyala qav sənduğa. Beli götürür, belliyir bir-birinin üstünə. Deyir, bunun ərzişi yoxdur ki. Hicab xanıma bir dənə ərzişdir, o bir dənə qovhərdir, biz onu gərək hifz eləyək. Vaxtı biz getdik xanımı vel elədik camiədə, səhər bu xanımın ərzişi gedəcək, olacaq aləti dəstə inəun. Fərda bu başımın başına 1000 bəla gəlib vel olacaq xiyavanlarda, abru, heysiyyət, nə camiə, nə xanəvada heç bir damını qəbul eləməyəcəklər. Buyurur, əməlində diqqət elə. İstəyirik dualar müstəcab ola, gərək Allah deyən yolu gedək. Əgər buyurur, sən Allahın sözünə baxsan, olarsan Həsən Əli İsfahani. Mərub bin Nuxudəki İsfahani. Ağa Həzrət Ayətullah Bəhcət rəhmətlik bir gün ağlayır qumda. Baba biz bilmirik ki o nə görür ağlayır. Mərdüm də baxırlamını ağlaşırlar. Buyurdu, məni nəyə öyrəliyibsiz? Zəhmət çəkmişəm, olmuşam Bəhcət. Siz də deyirsiniz, biri bir pitih yazıydı gecə, qoyaydıq cibimiz, olaydıq arif. Bunları yuxuda zətdə görərsən. Əz zəhmətsiz heç dad olmaz. Hər nəyə gərək zəhmət çəkəsən. Cavan səhər istəyirsən müvəffəq olasan, ya düz dərs oxuyasan. İstəyirsən ayəndün düz ola, yoldaşını düz intiqab elə. Səhər bir adamla oturub durasan, nabud eləyəsəni. Babədan kəm neşin ki həmrəh bəd, gər to paki to ra pəlid کند آفتاب به این بزرگی را دکه ابر ناپدید کند. تیر مواظب ol, چی مینن رفت آمد الیسن.
Səhər yıxma Allahın boynuna öz bədbəxtçiliyi, öz oyunbazçılığı. İnnəllahə la yuğayyiru ma. Allah heç kimin övün yıxmaz. Övümü mən özüm yıxıram. Səhər mənim əksül eləməlimin külü dolur öz gözümə, tüstüsü dolur öz gözümə. Ondan da sonra onun bunun gözündən görəm. Necə mən Allah bədbəxt oldum? Deyirsən bədbəxt olmadı, sən özün bədbəxt elədin. Sən eləyə bilərdin behtərin şəxsiyyət olasan camiədə. Bəran ki zudguzər şəhvətranlığın dalı ilə getdin, evin yıxıldı qapında, çırpıldı qaldın orada. Buyurur düz əməl eləyək. İstəyirik vaqəən zindəqanlığımızda müvəffəq olaq, görək böyüklərimiz nə cür yol gediblər, nə cür olub Həsən Əli İsfahanı vücuda gəlib, nə cür olub Baqiq Çeşmə Həmzədən gedirdi Mədiniyə, gedirdi Kərbəlaya, qayıdırdı gəlirdi öz kəndinə. Bir nəfər cavan oğlan, ha hələ bu xanım deydi sözüm ki, gəldi ağacan, apar bunu bir dolandır, buna bir hediyə al. Bəd az müddəti gördü, aca qılır, dedi haca qılmırıq. Dedi be ölümü nədir? Niyə qılmır namaz xanım? Deyir vallahi əvvəl özün qıl, ondan sonra mən qılacağam. Şöyle işte tərəf özün namaz qılmır, eşqi budur öndə namaz qılan xanım ola. Sən əvvəl əməli ilə görsəd uşaqlar, mən namazı çox istəyirəm. Sən oyunbazlığın dalı ilə getsən, özü gedib yaşlığının dalına xanımına da tapşırır, bir tükün eşik dola qıçı sındırır. Şərə sən iki qıçı da sındır Allah. Sən nə qərisən eşikdə? Xoşluğu gedib sən kefüyün dalıcıcaq, özü dövdə də möhkəm qarlıq elə, özünün üçün qoymur çıx eşiyə, gedib özgənin namusunun, to ki bərbamı xud ayini dari, çəra bərbamı mərdum mizənisən. Baxsın baxacaqlar. Yəni gizlənəsən qavsanlıqda cinə baxacaqlar. 100% muvazib ol, bu öz başına dəlməsə, qızımın balasının başına gələcək, oğlumun balasının başına gələcək. Yəni bu dünyada bizim əməllərimizin əksül əməli var. Muvazib olaq ki, nə qayririk. Muvazib olaq ki, Allahın müqabilində oyunbazlıq elə. Tərəf oturub Səlmanında başın vırdıra, Məşəddə gördü bir cənazə təşri olur. La ilahə illallah. Xəbər aldı, kimdir elə? Dedilər tanımısan, Həsən Əli İsfahanı, məruf bin Nuxudəki İsfahanı. Vırdı, qıçın ucadan ağladı. Səlmanı dedi, məni bağışla, mən bilmirdim, sənin familin belə ağladın. Dedi, mənim familim deyil, bundan bəli mənim bir xatirəm var. Xatirəm də budur, mən Kəlantəridə dərəcədarıdım, dədəm də kəndin kət xudası idi. Bu gəldi bizim kəndin mallası idi Məşəddə. Məşədin kətlərinin birində. Gəldi ki filani, Rıza Şah zamanında mən razı deyirəm sən. Xülasə kət xud olasan kət, istifa ver. Dədəm bunun sözü ilə istifa verdi, amma bu oldu mənim qəlbimdə bir yekə dərd. Dedim bu mallanı bir gün öldürəcəyəm. Hava öldürəcəyəm onu vəli Allah bilir, vəli mən zəhrimi gərək bir gün bu mallıya tökəm. Ola bu bahis oldu mənim dədəm istifa verdi. Gecə qaranlıqda Kəlantəridən deyir, gəlirəm qışdı, gördüm aşiq Həsən Əli İsfahanı, əbanı çəkib başına kətdən çıxır eşiyə. Dedim yeridir, qoy bu biraz geçsin, elə buna bir tir vırıram, əsləhə də çiynimdədir. Qalar bu da zəhər gəlib görəllə mallı ölübdür. Biraz gəldim bunun dalayacaq, gəldim, birdən bu mənim adımdan məni çağırdı, məni görmürdü. Fəlani, dedim bəli ağa. Buyurdu, valla mənlə işim var gəlsən. Mən özümü itirdim. Dedim ağa elə gəldim və ərzə ədəb eləyəm, gəldim və əli öpəm. Buyurdu yaxçı gəlibsən, mən gedirəm kəndin qəbristanına bir həmd surə oxuyam, gəsən də məndən gedək. Dedim ağa gedək. Qəbristanda mənim üzümə bir baxdı, dedi əgər gedə biləydik Bəqi qəbristanına. Dedim ağa Bəqi Mədinədə bura Məşəd kətləridir, olar. Buyurdu istəyirsən gedəsən ya yox. Deyim, sən nə cür səlah görsən, burada əli ver mənim əlimə, gözləri uyum 17 qədəm məndən say, 18-cində gözləri var. Mən yapışdım bunun əlin, yekdə olsa çarşunuzda, hivdə gözlərimi açdım, gördüm der kenarı qəbristanı Bəqi, ağladıq, ziyarət elədik. Baxdı mənə, buyurdu bir Kərbəlaya da bir baş bıraq, yine gözümü yumdum, 17 qədəm saydım, gözlərimi açdım, özümü hərəmi, Bağsəfay Həzrəti Əbi Abdillah gördüm. Ziyarət elədik, namaz qıldıq, buyurdu da bəhsimizdir, qədək kəndimizin qəbristanına. Rəsəd adəmi becai ki becaz, xuda nəbinəd. İnsan əgər öz məqamını bilsə, olar bu. Yeki az on əmali ki bais olar, günahlarımızın tökülməyinə,
dua eləməkdir. Buyurur, dua eləmək günahı dökər. Namazı qıldın, durub qaçma. Allah'ın sen bu namazı qol çıxsınıq namazı var, niyazı yoxdur ki, səri Allahu Ekber, durdu qaçdı. Deyir, bədbəx Allah'tan bir şey istə. Annu lağəl heç dadlı istəmirsən, qoy Allah'ın səcdəsinə bir 6-7 seridən şökrən lillah. Allah təşəkkür eləyirəm sən. Allah təşəkkür eləyirəm. İmam Sadıqa Allah'ım tal sual elər mələklərdən, nəzərinizə nə verin bu bəndəmə? Həzrət əhədiyyət buyurur, mən də bunun günahlarını bağışladım. Qəşə annu qoy səcdiyə. Ha bizim namazlarımız xuda vəkilli namaz deyil, hamını da deyim. Əlimiz gedir qulağımızın dibinə, ruh qazlayır kəndə. Getdi kətdə arpaları əhdirdi, dərdirdi, çəkləri verdi, aldı. Elə ki verdi tavırniya, çək aldı qaydən, Əssalamu aleykum. Hələ pis görüşür, qəbul olsun acaq. Qəbul olsun. Nə mən ağlayacam burada deyərdin rəhmətli oğlu. Ruhun dolanır xeymədə qızlar arasında. Sən getmişdin gəzməyə. Anlamam. Çoxumuz xudavədə otomatik əlirik, düzəlirik. Yadımızdan çıxa, ha. Heç görürsən 40 rəkat namaz qılıb, hələ salama çatmayıbdır. Çoxumuz otomatik bilir yarda parça eləyəcəyik. Ona görə bağvərləsən deyir ki, bu iki namaz qəblərə fikrin namazda ola. Lağəl mührüvə baxasan, lağəl o dediğin sözlərin mənisinin zehnində bir murur eləyəsən də zehnin caymaya oyan bu yana. Buyur, dua eləməkdir. Az əmal digər ki, günahları bağışlandırar, Məkkiyə getməkdir. Məkkiyə gedəsən, vəli arifanə gedəsən, öz malıyla gedəsən, gedib Ərəbistanın bazarını abadlamayasan. Bizim famillərdən biri gəlmişdi, Məkkədən gəldi, dedi, bazı oğlu, yaman belim ağrıyır. Dedim, dayıcan, o qədər bu Süfyan bazarından vəsail daşıyıbsan ki, yazıq dayış, bir hərəmə gedibsən, görəsən, nəyə getmişdin ora? Çini vəsaildir ki, alıb sandalıva belün səpibdir, o qədər. Baba səni bazarlığa yollamayıblar ki, Məkkiyə rəhmətli oğlu. Allah ömründə 15 gün sənə deyib ki, mənim övmə. Allahın önü ötürüb özgələrin ön gəzir. Çoxu bu cür deyil. Biz Məkkiyə getdik ki, olaq dəhridə əlhac, etdik vəli imanı gələndən sonra hərrac. Tərk eyləmədik. Qeybətlə ya ki yalani, təzvir ya töhmətlə rişvə ribani. Heç biz demədik, həq yolunu dərk edərik biz. Toylarda çalıb oynamağı tərk edərik biz. Birdan ora cin salmağa yaxçı saç apardıq. Başmaqların altında gəhi tiriyə çapardıq. Getdik oranı da batdıyaq. Gözünə dönüm Ərəbistanın vəli qanunu. Bildir gördünüz də 20 dənə hacının boynun göbələk kimi vurdular, saldılar yerə. Tirgə çaparmışdılar, tutdular mısın? Başlarını xıfıtdılar, dedilər bizim qanunumuz bir dənədir. İran deyir ki 50 nəfər zəhvira filan, mənə görə ötürün qoy geçsin. Bir yol yarım kilo gətirib gələn sonra tonunla tutarsınız inşallah. Qanun varımız da bizim əməl bir qanun yoxumuzdur. Qəşəng qanunlarımız var. Amma əməl bir qanun. Ərəbistana İranın sifarəti özünü öldürdü dedi. Sən qəbul olan dua de. Gərək biz bunları öldürə, ibrət ol o birilərə. Baba nə olar vəhabi, kəsif, ləcən, nəcis olanda? Vəli qanununu əməl eləyir. Qələt qanununa əməl eləyir. Biz düz qanunlarımızı qoyuruq, ayağımızdan leh eləyirik. Qanunumuzu ondan da sonra deyir, məmləkətimiz deyək bir-birinə. Heç zadın yeri bəlli deyik. Bəran ki, özümüzü gərək islah eləyək. Özün islah olmasan, heç kəsi düzəltmək olmaz ki, bunun əxlaqiyyatı düzəlsin. Buyurur, az əmal digər ki, günahları bağışlanır, Məkkiyə getməkdir. Əl-həccətu səvabuha əl-cənnə. Həcci təməttün caizəsi behişdir. Vəli umrətu kəffarətun likulli zəm. Həcc ömrəyə getmək tamam günahları tökər. Az əmal digər ki, günahları bağışlandırar, Kərbəlaya getməkdir. İmam Rıza ibn Şəbib İn sərrəkən təlqiyəllah və la zəmbə aləyk fəzuril Hüseyn. İstəyirsən Allah'ı mülaqat eləyəsən qiyamət günü, heç günahın qalmayıb, get İmam Hüseyin ziyarətinə. Buyurdu, istəyirsən qiyamətdə Peyğəmbərlə həmsay olasan, İmam Hüseyin qatillərinə lənət oxuyun. İstəyirsən qiyamətdə az kesani ki der rikab Əbi Abdillah şəhid oldular, savabını aparasan, onlar yadıva düşənd İmam Hüseyin yaran Əbi Abdillah dinər, ya ləytəni kunna məək, ey kaş mən də sizinlə oleydim. Canımı fəda eləyəydim pesərif. Bu fikri də olsun deyir, savabını aparıbsan.
Az əmal digər ki günahları bağışlandırar məridçilikdir. Bizlər axı Allahı da, Peyğəmbəri də, İmam Hüseyni də öz ölçümüzlə ölçərik. Bir dənə mənim qabım var, hamını bununla ölçürəm. Deyir, sən bil Allah, hamını öz ölçünlə ölçmə. Hamını öz didgahında görmə. Birdən bil, necə Allah bunu pis günə qoymur. Bu Allah olsaydı onu pis günə qoyacaqdı. Gün Allah onu pis günə qoymur, bu əsəbanıdır. Ağa, bu İmam Hüseyin niyə arvadı uşağı getdi Kərbələ? Çınamın arvadı desin, Zəncəlildə axı bu. Xanım dizidi otu yerində nə dini deyəcək, çəşmdə səlah görmüsən aç xanım. Təvafuqa çatır. İndi görsənə qolun düyünlüyüb xanımın qoluna baş açıq gəlir. Deyirsən, qardaş, bəsən niyə bu oyunlardan? Təfahümə çatmışıqdır. Nə təfahümü? Sikkələr səni təfahümə yendirib rəhmətli oğlu. Mərdimi də xam eləmə. Gətirib sən yaranı ver, məsələ cibində siqar pulun yoxdur. Gətirib 500 milyon borc eləyib xanıma. Məhriyə salıb. Onu da səhər tikə-tikə doğrayasan, kulliyəsində daş olmuyor, qəlbi xarab olmuyor, pulun yarısını çıxartmaz. İzafə də danışanlar və tirut yeri və qoyaram icriyə, ataram holof dünya, o qədər dadqahın pillələn gedib gələsən, çarıqların cırılar. O yeri və səs eləmə. Qoy nəcrə eşkim çəkir, o cür dolanım. Ona görə deyir, müvazib ol dadaş, müvazib ol qardaş. Bəzən mərz olur biri, bizdən biri, ay, Allah belə pis günə qoydu. Deyirsən, kəsif qanı xarab eləmə. Allah onu yıxıb yorgan döşəyə, günahların bağışlayır. Sən niyə əsab oxur dilisən? Ki, tövsələ və bir tüstü ver bir siqardan gəl yandan, sən niyə səbanısan? Əmir əl-Momindən xəbər aldılar, ya Əli, aya mərdçiliyin savabı var, biri mərz olur mu savabı var? Həzə budur, xeyr. Səvabı o əmələ verir, Allah adam ixtiyarən əncam verir. Adam öz başına mərz olmur, Allah mərz edir. Vəli, Əmir əl-Müminin burada hər mümin mərz ola, toxtamaz, ya ölər ya durar ayağa. Az hər du halət bişlər xanidinizdir, hər mümin mərz ola, Allah necə payızda yarpaqları tökər yerə, yarpaqlarda qalanmaz ağaçda. Allah o mərzin günahlarını o cür tökər. İmam Rıza burada əl-mərəzu lil-mümin tədhirun və rəhmə. Mərdçilik müminə pahlar, yuvar, rəhmətdir müminə. Və lil-kafiru təzibun və lənə. Kafir mərz olanda əzab-ı ilahidir. Burada hər mümin mərz olmaz məgər ki Allah onun tamam günahlarını bağışlar. Az əmal digəri ki, çün mən Ay Səidiyə qol vermişəm, ona kimin danışam, ha? Odur və gərinə mən eləyə bilərdim bunu serial eləyəm, sabaha da saxlayam. Muntahın sababı ayrı bəhzi başlayaq da. Əzizim Ustad Pərvinidən də mənim ürəyim çırpınır ki, bu kişinin vaqəən o səfalı əşarından istifadə eləməli ağadır. Sərabın iftixarıdır, mənim özümə çox bais iftixardır. Allah vücudun bir bəla eləsin inşallah. Az əmal digəri ki, günahları bağışlandırar, musafihə, yəni dəst dadən. Xaricələr bötdən çıxadarlar bir-birinə. Deyir, duracana börkünəyə çıxadırsan mən axı. Deyir, Andol Həzrət Abbas eşdat yoxumdur börkümdə, nəyim var, at mənim börküm, o da çıxadır, deməyəm səndən də xali tərdir. İslam deyir, bir börküyü çıxatıb görsətmə, ha, keçəl başı o. Yetirdin qəşək görüş, deyir, hacı anfalancan xuki gəlib, deyiblər görüşməyim. Deyir, bilirsən niyə? Ben yan falan zayxu 200 il bundan qabaq yox idi. Ben 200 il bundan bir ihtaç da bundan zəifdərirdi. İmam-ı Musam Cəfər abi düşün bizim günah eləməyimizin model əvəz olub. Allahın da dərdləri əvəz olub. Sərətana dərd tapanmırdılar, ambulansa bu yandan getirdi. İczi bu yandan getirdi. Dedi bir yol çarə tapın görüm nə cür tapacaqsınız. Deyir görüş. Görüşməkdə iki hüsnü var. Yek məhəbbət gətirər, ikinci şeytanın belini sındırar. İndi bir nəfər girir mənsə deyə də Malla Turabidən necə zəhləmcidir. Məni görməyib, hala acığı gəlir da. Amma çıxanda mı məndən bir görüş, salam dadaş, necədə əhvalın, yaxçısan? Deyir, öyle də pis adam deyir, ha, xoşum gəldi, deyir, görüşməkdə məhəbbət var. Müstəhəbdir bir-birinizin əlinizə aram, çıxasız hərarəti ehsas ola. Parmağın düzü olanda yarı gözən işləyib əllərlə daşdı, tut da canəli, ya Allah, sıxır, haca qızarır, bozarır, gövərir və götürür əlin. Üçümüklər də geçib adamın parmağına. Gələn ser gələndə adam qorxusundan bay-bay eləyir cənnə.
Deyir muxtəsər də demədim sıx onu bağırın çatdatıcı. Az əmal digər ki günahları bağışlandırar, təşhid cənazədə şirkət eləməkdir. Buyurur ta başarısız təşhid cənazədə çox şirkət elə. Nə olsun mən ölmüşəm. İndi ki 5 nəfər gəlsin mənim dəfnimə ki 1000 nəfər. Deyir yox fərqi var dadaş. İmam Sadıq buyurdu əgər 40 nəfər gələlə təşhid cənazədə dayanala. در نماز میت در تکبیر پنجم دیالر اللهم انا لا نعلم منه الا خیرا و انت اعلم به منا اللهم ان کان محسنا فزد فی احسانه و این کان مسیئا فتجاوز عنه واغفر له 40 nəfər deyələr Xudaya biz yaxçılıqdan sonra bundan pislik görmədik. Allah'ım Teala buyurar düzdür mən tanıyıram bu hansı quşun yumurtasıdır. Vəli üçün 40 nəfər deyirlər yaxçı adamdır bunu qoyunu yaxçıların səfinə. Elə bu dünyada da bir nəfər istihdam olub şirkətə. Yap belə əməli qələt adamdır. 40 nəfərdən soruşur ha nəcür adamdır. 40'ı da yalandan deyirlər yaxçı adamdır. İstihdam olar olmaz 100% olar. 100% olar. Buyurur hər kəs də təşhid o öləninkidir. Bizə nə var? Hər kəs təşhid cənazədə şirkət eləyə. 40 qədəm cənazənin dalı ilə gedə Allah günahını kəbirəsini insanın tökər. Vəli deyir elə əməl elə da hey orada sənə təlqin oxuyanda malla deməsin za'ata'kal malakanil muqarraban min indillah təbarəkə və təala və sə'alaka an rabbik və an nabiyyik və an dinik. O tərəfi kamyon vurub öldürmüşdü. Getmişdi kamyonu aldığını. Malla təlqeyn oxuyurdu. O da yapışmışdı oğlu bunun ketfindən ne için gəlirdi qəbirdə. Birdən dedim Allah nə deysən axı? Dədəm yandı ötürü axı 2 saatdir. Dedim amnan adını örgədirəm ona. Dedi baba bu eşitmir yandı Həzrət Abbas'a. Eşitseydi o zırnalığa buğun səsini eşitmədi. Getdi girdi kamyonu aldığına. Sənin səsi eşitmir müvazı bu. Deyir elə zindəqanlı qıl, ola hadi eşidə biləsən ha və cənnə Allah qulaqlava pəmbə basar, Allahın da səsini eşitməsən. Az əmal digər ki günahları bağışlandırar, qalır bu 10 dəqiqə. Az əmal digər ki günahları bağışlandırar, şəhadət der rah Xuda. Biz hər nəmənəmiz var, mədyunuq bu şühədaya ki canların fəda elədilində əmniyyət bu gözəlliyə səndən mənim əlimdə. Gəlin bir hicablığımızla, gəlin siz Allah çeşim çəranlığımızla bunların qanlarını ayaqlamayaq. Mədyun Xuda vəkili bunlara. Qiyamət günü yapışacaq yaxamızdan ki Allah bizim qanımız bunların ayağının altında pamal oldu. Az əmal digər ki günahları bağışlandırar. Buyurur infaq der rah Xuda. Əlacıqlıq. Ha biz deyirik bə din ilə fəqət bəzimiz deyirik namazdır. Karikator niyə gülməlidir? Tərəfin gözdən çəkib bırnın 2 metr çəkib. Adam var deyə bırına ye. Bırını yerinə gedir. Ya qollar o qədər uzundur, qışlar güdə. Adam görür nə iş olur, adam da belə olur. Deyirlər dində, bəzi adamın dini bu karikator kimindir. Gül namazı o qədər yetişib, o birlər qəp-qərə qaranlıqdır. Əlaçıqlıq, Qur'an, hamız əhli Qur'an Cay Səid Ustad-ı Buzurgə var. Biləxərə burada Qur'an oxunur da. Əvvəli Qur'an. Bismillahirrahmanirrahim. Elif lam mim zalikel kitab la reybe fihi hudan lil muttaqin. Müttəqin kimlərdir? Allah buyurur müttəqiləri gəlib bu Quran hidayət eləyə. Müttəqi kimlərdir? 2-ci ayədə əlləzinə yu'minuna bil gayb. Müttəqilər o adamdır qiyamətə inanıb. Qiyamətə inanan da xalqın malın yeməz. Qiyamətə inanan da bədhicab xiyavana çıxmaz. Qiyamətə inanan da gözün özgənin namusunda alısıcaq salmaz. Pəs qiyamətə o adamlar ki bu işlərə inanmayıblar. O adam ki bilir qiyamət var, qiyamətdə qəzavət var. Qəzavət eyləyən adildir hökmündən fərar olmaz. O gün ki kuh-u möhkəmlər atılmış pəmbiyə bənzər salatini Cəhangirin əlində ixtiyar olmaz. Deyir muvazıb ol ha. Allah o adamları hidayət elər ki mu'təqid bir qiyamət, qeyb, qəbr, aləm-i bərzəx. Buyurur 2-ci quruhu ki Qur'an hidayət elər namaz qılanlardır və yuqimunəs-salat. Benamazı Qur'an hidayət eləməz. Yəni gündə bir xətmi Qur'an ola benamazı hesaba qoyan yoxdur. Yəni benamazına muamilə yoxdur. O cür olmasın. Bunu ərz elədim ki
O gün bir nəfər deyirdi ki, bizim kətlərdə tərəf deyir ki, etirdim məsciddə, gördüm zirzəmidə qəza pişirirlər İmam Hüseyin ehsanında. Yendim aşağı bunlara deyəm, əlləz ağrımasın, gördüm aşpaz çəhməli çıxdı eşiyə. Haca andol İmam Hüseyinə 3 gündür bu çəhmələr ayağımdan çıxatmamışam. Dedim evin qısmə namazda qılmazsan, çəhmələr bir navab çıxatmısan. Deyirdi aca yer göq anaqlı sən də namaz fikrindəsən. Rəhmətli yoxdur. Yuqimun əs-salat. Kur'an namaz kılanları hidayetler. Qari Kur'an'ı ki namaz to'an ba namazxani. Ve mimma razaqnahum yunfiqun. Allah buyur o adamları hidayet eder bu Kur'an el açıq olarlar. Ne bel olasan her nevi veresen sonra gelip sarrahlar düzerlik sallasan. Belə de olma, belə de olma. Axı bir nəfər otobusda gedir. Kət pənirindən yaxır çörəyə bəlləlir, yavaş-yavaş əridir gedir içəri. O biri səndəldə də uşaq oturub nənəsinin yanında qan ağlayır. Birdən baxdı, nənə nə istəyir o? Dedi işte biberli çörəkdən ver, yazıqdır, ona görə al. Dedi andol Allaha, şübəcə hazıram ondan ağlayamam, ona bir tikə çörək vermənə. Bəzi adamlar bu cürdür. Buyurun malından xəşləməsən, fikirləmək qiyaməti sənə verərlər. Qiyamət deyil, namazla, orucunla deyil. Allah'ın da verir müqərribanı dərgahına. Axərin ərzimi də ərz eləyim ki, qutaraq inşallah Həzrət Ustadın xidmətindən istifadə elə. Axərin əməlki günahları bətər tökər. Salavat bər Muhammed o alı Muhammedə. Sallallahu aleyk ya Ebu Abdillah. Her ne mənəmiz var bu addadır. Her ne mənəmiz. Sən zindəqanlığımız İmam Hüseyin'dir. Eşkimiz İmam Hüseyin'dir. Sən ismi Əbi Abdillah adama aramış gətirir. Ağa nəcür olub biz aşıq İmam Hüseyin olmuşuq? Xəbəriz var. Ağa biz niyə İmam Hüseyin ağlayırıq? Adam dədəsi, elə mən gedirəm xətmə, Xuda şahiddir, yarın dədəsinin salgərdidir. Üzümü öldürürəm, dağladamıram onları. Nəcür olub 1400 ildən sonra bir seri məsələn, mən Nuhə xan şair deyirik, Əssəlamu aleyk ya Əba Abdillah. Sənin qəlbində qiyamət qopur. Nəcür olub? Məsələn, ağa bu mənim sözümdə ha, İmam Sadıq adan xəbər aldılar. در مقدمه جلد اول کتاب القطره نویسنده علامه مستنبط خبر aldılar. İmam Sadıqadan nəcür olub biz İmam Hüseyni ağlayırıq. Nəcür İmam Hüseyni görməmişik. Muamiləmiz olmayıb, rəftarımız, kirdarımız sən görməmişik. Amma adı gələndə ağlayırıq. Həzrəti İmam Sadıq abırdı Allah hər kimi çox istəsə. Vaxtı onun Allah'ın göydə bir əbri var, bulutu var, ondan eşq İmam Hüseyin yağar. Vaxtı uşağın nütfəsi nənə qarnında münəqid oldu. Allah söydüyü bəndələrini dəstur verir, o bulutdan bir qətrə düşər, mının vücudu ilə qarışar. Uşaq yekələndən sonra olar aşıq Əbi Abdillah. Amma nə qəddə biz aşıq İmam Hüseyin ola xanım Zeynəb kimin ki olanmarıq. Salman deyir der huzur peygamber Xuda əyləşmişik. Gördüm peygamber ağlayır. Ya Resulallah ne oldu ağa sənə, sən ağlamağın bir dəlil olmaz. İşarə elədi Salman bir bax o uşaqlara. İmam Hüseyin xanım Zeynəb baladı uşaqdır, oynayırlar. Ərz elədim ağalar, bacı qardaşdı oynayırlar. Sən niyə ağlayırsan ağa? Buyurdu bir diqqət elə Salman onların işlərinə. Baxdım gördüm har İmam Hüseyin qədəmin qoyur, xanım əlir üzün qoyur İmam Hüseyin qədəmlərinin yerinə. Yəni qardaş, mən səndən ayrılmaram. Ona binaən varid olurlar bu günlərdə. Şəhri Kufiyə qardaşım başı başlayır Qur'an oxuya. Əm həsibtə ənə əshabəl kəhvi və rəqim kanu min ayatina əcəba. Bunu deyəndə xanım Zeynəb dedi, sən ölməyəm bacın sənə qurban qardaş. Sənin yaralı başının neyzədə Qur'an oxumağı əzab-ı kəhvin də işindən təəccüblüdür. Bəli qardaş, sənə bir söz deyim.
Hiç doyunca sene bir ağlamağa koymadılar. Kardeşim can hiç bilmirəm sene kim qəbri qazdı. Senin cenazı kim koydu qəbre? Bacı koymadılar. Fakat zorla senin cenazın üstünden beni ayırdılar. Bir doyunca sen hemen ağlamağa koymadılar. Neşvin üstüde ürək dağlamağa koymadılar. Hüseyin'im canı can verende gözümü bağlamağa koymadılar. Her yerde sen uca ya Hüseyin.